Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər və bu videoyu izləyən müəllimlər. Deməli, bugün DİM 2025-ci il test vəsaitindən alqoritm mövzusunun izahına baxasıyıq. Vaxt itirmədən başlayaq. Deyilir ki, uyğunluğu müəyyən edin. Alqoritmin xassələrinə aid bir sualdır. Deməli, diskretlik, müəyyənlik, nəticəlilik. Diskretlik. Deməli, alqoritmin hər bir addımı bütün icraçılar üçün müxtəlif olmalıdır. Deməli, alqoritm ayrı-ayrı sadə addımlardan ibarət olmalıdır. Bəli, bu diskretlikdir. Sonra, alqoritmin hər bir addım dəqiq və bir mənalı olmalıdır. Ümumiyyətlə, dəqiq sözü müəyyən sözünə yaxındır deyə o şəkildə də yadda saxlaya bilərsiniz ki, 2-yə C-dir. Alqoritm eyni növ məsələlərin hamısı üçün tətbiq olunmalıdır. Bu kütləvilikdir, burada yoxdur. Alqoritm sonlu sayda addımdan sonra bitməlidir. Sonlu sözü və nəticə sözü bir-birinə oxşuyur biraz. Ona görə də bu da yadda saxlamaq üçün bir metoddur. B, C, Y. O da olur D variantı. İkinci sualda deyir ki, bu funksiyasının qiymətinin hesablanması alqoritmə hansı növə aiddir? Bu funksiyanın hesablanması xətt alqoritmdir. Niyə? Çox vaxt kəsirli ifadəni budaqlanan alqoritmə aid edirlər. Ancaq ki, burada x-in nə olmağından asılı olmayaraq, bu kəsir heç vaxt sıfıra bərabər olmadığına görə burada xətti götürülür. Yəni, biz x-ə sıfır da versək, mənfi də versək, müsbət də versək, burada bu ifadə həmişə sıfırdan fərqli bir qiymət alır. Ona görə burada olur xətti funksiya. Üçüncü sualda deyilir ki, alqoritmin bu hansı növüdür? Belə bir şəkil olursa. Məlum məsələdir ki, burada baxın, geri qayıtma var deyə bu hissədə, yəni dövr edir və bu olur dövrü alqoritm. Sonra deyilir ki, bunları uyğunlaşdırın. Deməli, xətti alqoritm, budaqlanan alqoritm, dövr alqoritm. Kvadrat tənliyin diskriminantla həlli budaqlanan alqoritmdir. Çünki, deməli, kvadrat tənlikdə diskriminantın 3 halı var. Şərtdən asılı olaraq böyük, diskriminant sıfırdan böyük, sıfırdan kiçik, sıfıra bərabər. Bu halların üçü də belə şərtlə araşdırılır. Ona görə bu budaqlanandır. 300 ədəddən ən kiçiyinin tapılması. Bu dövr bir alqoritmdir. Çünki orada müqayisə gedir və 300-dən ədəd olduğuna görə 300 dəfə dövr gedir. 2 ədədin hansıdır? Bu sadə bir şeydir. Məsələn, 5 vur 2. Bunu mən dövrü budaqlanana burada ehtiyac yoxdur. Xətti ilə də tapa bilərim. Düzbucaqlının sahəsinin hesablanması, bu da həmçinin. Məsələn, eni 5-də, uzunluğu 2-dir. Olmaz elə. Uzunluğu 5-də, eni 2-dir. Neyini ilə sahəni tapanda yenə 5-i 2-yə vururam. Bu da olur, yenə xətti alqoritmi. 1-ə C-dir, 2-yə A, 3-ə B. Elə A variantında doğru cavab var. Sonra baxıram 5-ci suala. Biraz yaxınlaşdıraq, bunlar daha asan da olsun. Deyir ki, alqoritmin icrası nəticəsində Z dəyişənin qiymətini tapın. A 10'dur, B 3'dür, C 6'dır. Burada A neçə idi? 10'dur. Üstə gəl 6 böl 3. Bura olur 2. Əməllər sırasına görə birinci mən bölməni eləməliyim. Onun da üzərinə 2 gələndə oldu 12. Burada yazıb A minus C. İndi mən A'nın bu qiymətini götürməliyəm, yoxsa bu qiymət? Təbii ki də 2 dənə qiymət varsa biz sonuncusunu götürürük. Buna deyirlər dəyişənin dəyişmiş qiyməti. Düzdürmü? Burada bəlkə 10 dənə A olasıdır. Mən hamısını götürə bilmərəm, axı ən sonuncusunu götürürüm. 12 minus C neçədir? 6. Bura oldu 6. Z də A plus C. A'mız 12'dir, C'miz 6'dır. 12 üstə gəl. 6 böl 2. Bu da olur 18 böl 2. 9 cavabı. Deməli, 5'də oldu C variantı. Burada əslində B-ni tapmaq bizim heç bir işimizə yaramadı. Şimdi B-ni istifadə etmədik. 6-cı sualdan deyilir. Deyilir ki, C dəyişəninin mümkün qiymətini müəyyən etmək mümkün sözü yoxdur. Deməli, baxaq. A-nı 6 verir, B-ni 8 verir. Bir 6 böyükdürmü 8-dən? Deyirəm, yox, yox qolu ilə gəlir. B olur 8 minus 6, yəni 2. C də olur B, yəni 2, dedik ki, dəyişən dəyişmiş qiyməti, plus A bölü 2. A-mız 6'dır, 2-yə də böləndə olur 3. Bunu da toplayanda olur 5. Yəni B variantı. 7-ci sualda deyir ki, bu funksiyasının qiymətinin hesablanması alqoritminin növünü müəyyən edin.
da yenə xətlidir. Bayaqki tapşırıq kimi. Burada məxrəc heç vaxt sıfıra çevrilmir. Sıfıra bölmə yoxdur. Yəni ümumiyyətlə bölmədə biz çox vaxt yox, həmişə məxrəcə baxırıq ki, məxrəc sıfırdan fərqli olsun, sıfıra bərabər olmasın. Bayaqkında da elə idi. Məxrəci sıfırdan fərqli olması o demək ki, bu xətlidir. Əgər burada məsələn 1 bölünsün 2 plus x olsaydı, buna biz budaqlanan deyərik. Çünki x-in mənfi qiymətində bu 0 qiymətini alır məxrəc. Amma burada x-in heç bir qiymətində 0 qiymətini almır. Ona görə də budaqlanmağa ehtiyac yoxdur. Normal bütün qiymətlərini də hesablaya bilirik biz bu ifadəni. 8-də alqoritmin xassələrini müəyyən edin. Deməli, kütləvilik də bir xassəmiz var, müəyyənlik də var, diskretlik də var, nəticəlilik də var. Xətlilik yoxdur, xətti alqoritm var, xətti budaqlanan dövrü. Bu da dövrü alqoritmi, yəni bu alqoritmin növüdür. Bunlar sadəcə yanına lik əlavə edib bunu xass eləməyə çalışıblar. Deməli, 2, 3, 5, 6. Burada olur C variantı. 9-a baxaq. Deyir ki, alqoritmin icrası zamanı bir addımın sona çatmasından sonra digərinə keçilməsi xassəsi necə adlanır? Deməli, bir addımın sona çatmasından sonra digərinə keçilməsi adlanır diskretlik. Düzdürmü? 10-da alqoritmin hansı şəkildə təsvir üsuluna həndəsi fiqurlardan istifadə olunur? Blok sxemlərlə, yəni orada şərt bloku və s. başqa bloklar var. Baxaq 11-ci sualı. Deyir ki, alqoritmin hər bir əməliyyatının dəqiq və bir mənalı olması hansı xassədir? Deməli, dəqiq və bir mənalı. Ümumiyyətlə, bayaq dedim ki, birinci sualdaydı deyəsən. Dəqiq sözü müəyyən sözünü oxşuyur deyə biz burada bunu götürə bilərik. Blok sxemlərlə təsvir zamanı aşağıda göstərilən fiqur hansı əməliyyatı ifadə edir? Deməli, blok sxemlərlə təsvir zamanı bu fiqur başlanğıc və ya sonu ifadə edir. Düzdür? Başlanğıc son həmin blok sxemin içərisində yazılır. 13-də deyir ki, alqoritmin müəyyən addımlarından sonra axtarılan nəticə alınmalıdır. Nəticə sözü var və yaxud da sonlu addımlar söz var idi orada. Birincidə sonlu bir söz var idi. Bu da olur nəticəlilik. Alqoritmin xassəsi deyil. Xətlilik bayaq var idi orada, xətlilik, dövrlük. Bunlar xassə deyil. Burada deyir, nə deyir burada? Bu həndəsi fiqurda deyir, hansı əməliyyat yerinə yetirilir, hansı əməliyyat ifadə edir? Burada daxil etmə və ya xaric etmə. Məsələn, belə bir şəkildə yazır. Tutaq ki, A daxil olunur. Tutaq ki, nəsə bir şərt verilir, nəsə belə bir şey. Sonda da orada xaric etmə bloku ifadə olunur. Alqoritmin ilkin verilənlərin müxtəlif qiymətlərinə yararlı olması. Deməli, müxtəlif, yəni ki, burada nə deməkdir? Məsələn, təsəvvür edin, bir alqoritm var. 3 dənə qiymətdə düzgün nəticə verir, amma digərlərinə vermir. Belə bir şey sizcə düzgün alqoritm ola bilər? Yox, təbii ki, düzdürmü? Yəni ki, alqoritm əgər düzdürsə, bütün müxtəlif qiymətlərdə düz olmalıdır. Bu da kütləvilik xassəsidir. Verilmiş fiqurun alqoritm təsviri zamanı ifadə etdiyi məna nədir? Deməli, bu fiqurda biz çox vaxt əməllər görürük. Toplama, vurma, bölmə, hesablamaq qısacası. Sonra 18. Düzbucaqlının sahəsinin hesablanması alqoritmi bayaq var idi, bu xətti idi. Adi vurmadır da, orada sahə nədir? N uzunluğuna vurmaq. Yəni, adi vurma əməli də xəttidir. 19. Alqoritmin icrası zamanı şərtdən asılı olaraq bu və ya digər əməliyyat yerinə yetirilərsə, şərt sözü varsa, hanı bu, hara getdi? Şərt. Şərt sözü varsa, bu budaqlanandır. Kvadrat tənliyin köklərinin diskriminantında tapılması bayaq dedik, Y variantı budaqlanan, çünki orada diskriminantın sıfırdan kiçik, böyük, bərabər halları araşdırılır. Bu hansıdır? Bu şərt blokudur. Yəni, uşaqlara belə paxlava kimi başa salıram mən. Ki, paxlavaya oxşayan bir fiqurdur. Rombdur da, yəni. Alqoritm icrası zamanı müəyyən əməliyyatlar təkrarən bir neçə dəfə yerinə yetirilsə, bu adlanır. Dövr alqoritm, dövr eləyir çünki. Alqoritmin kompüterdə icrası proqramlarla yerinə yetirilir. Hansı ki, biz ən çox Python proqramını öyrənirik. Sonra alqoritmin nəticəsini müəyyən edək. Y5-dir. Sonra 5-in üstünə 1 gəlir, alır 6. 6-nın üstünə 7 gəlir, alır 13. Son qiyməti götürür. 13-dən 3 çıxır, alır 10.
Sonra da burada deməli neyniyirəm? Onu da vururam 4'ə, alıram 40. Deməli, y-imizin son qiymət oldu C variantı. Burada əsas məsələ nədir? Son qiymətləri götürmək, yəni dəyişənin dəyişmiş qiyməti. 25-dən deyir ki, alqoritm icrası sadə addımlardan ibarət olmalıdır. Söhbət alqoritmin hansı xassəsindən gedir? Deməli, sadə addım söhbəti diskretlikdə var. Sonra 26. Alqoritmin xassələri verilən sıranı seç. Deməli, xassələr. Belə bir xassəmiz yoxdur. Söz ilə blok sxem, anlaşılıq, obyektiv tamlıq. Deməli, tamlıq. Tamlıq şeydir, obyektivlik. Bunlar informasiyanın xassələrdir, algoritmi yox. Mesela obyektivlik heç kimin fikrindən asılı olmamaq və s. belə idi. Deməli, algoritmin xassələri olur diskretlik, müəyyənlik, kütləvilik və nəticəlilik. 27. Algoritmin blok sxemlə təsvirində istifadə olunan həndəsi fiqur hansıdır? Olunan. Hə. Rombdur da, düzdürmü? Romb yəni şərt blokudur. Kürədir, kubdur, üçbucaq, trapezi. Məsələn, düz bucaqlı orada istifadə olunur. Belə oval kimi bir fiqur istifadə olunur başlanğıc və ya sonu göstərmək üçün. Amma bu digər A, B, Y, C variantlarında yazılan fiqurlar istifadə olunur. 28-də. Deyir ki, aşağıdakılardan hansı fiqur algoritmin blok sxemlə təsvirində istifadə olunur? Bu şərt blokudur, bunu tanıyırıq. Bu başlanğıc və ya son blokudur. Bu nədir? Burada hesab olur. Bu da giriş-çıxış blokudur. Amma belə bir fiqur yoxdur, yəni blok sxemdə. Algoritmdə hər bitmiş hərəkət nə adlanır? Addım, düzdür? Algoritm çünki deyir ki, bitmiş addımlar şəklində göstərilir. Daha doğrusu algoritmin tərifində nə deyir? Deyir ki, addımlar ardıcıllığı. Sonra blok sxem şəklində təsvir olmuş algoritmin fraqmentinin icrası zamanı yerinə yetirmiş dövrlərin sayını müəyyən edin. Hə. Deməli, i'miz 1-dir. Burada 1 kiçikdir 4-dən. Hə deyəsiyəm. i 1 artır. Deməli, 1 kiçikdir 4-dən, 2 kiçikdir 4-dən, 3 kiçikdir 4-dən. Bunlara hə deyəsiyəm. Hə. Burada A-nı hesablamağa ehtiyac yoxdur. Çünki bizdən dövrlərin sayını soruşur. A-nı soruşmur. Sonra 4 kiçikdir 4-ə yox deyəsiyəm. Burada deməli 3 dənə dövr var. Bu tərəfdə şərt blokudur. Burada dövr yoxdur. Burada yəni J nədir? 0-dır. 0 5-dən kiçikdir. Hə deyib A-nı tapasıyam. Bizdən amma dövrün sayını soruşur və bu hissə dövrə heç bir qatqı vermir. Dövrün sayına daha doğrusu. Deməli, burada var 3 dənə dövr. 1, 2, 3. Bunlar. 31-də. Deyir ki, blok sxemlərlə təsvir olmuş algoritm nəyi icra edir? Deməli, N. Məsələn, N-i mən daxil edirəm 4. 4 daxil elədim, bir dənə imtahan sözünü çap elədim. A oldu 1. 1 kiçik bərabərdirmi 4-dən? Deyirəm, hə. Yenə ikinci imtahan sözünü daxil elədim. A oldu 2. 2 kiçik bərabərdirmi 4-dən? Deyirəm, hə. Sonra burada gəlir yenə 3-cü imtahan sözünü daxil edir. Sonra deyirəm ki, A oldu 3. 3 nə idi? A 2 idi, 3 oldu. 3 kiçik bərabərdirmi 4-dən? Deyirəm, hə. Bir də gəlir burada 4-cünü daxil edir. 4 də 4-dən kiçik bərabər deyib 5-ci imtahan sözü də daxil olunur. Deməli, burada mən N-i 4 verəndə 5 dənə imtahan sözü yazıldı. Deməli ki, N plus 1 dəfə imtahan sözü yazılır. Yəni, daxil etdiyimiz ədəddən bir dənə çox. Sonra 32-də deyilir ki, nə deyir? Algoritm nəyi hesablayır? Hə. Deməli, bu algoritm nəyi hesablayır? Baxıram, A-nı B-ni verir. C B-dən böyükdürsə, B-ni C-yə bərabər götürür. A-nı bir vahid artırır. Sonra bir dənə də qiymət daxil edir. Burada ümumiyyətlə fikir versiniz. C B-dən böyükdürsə, məsələn, bir dənə götürək burada. B 0-dır. C-ni mən 5 daxil elədim, tutaq ki. 5 daxil elədim. Burada yaz 5 böyükdürmü 0-dan? Deyir, hə. B-ni götürür 5. B artıq 5 oldu. Sonra C-nin o birisi qiymətini daxil edir. Məsələn, C bərabər daxil elədim 10. 10 böyükdürmü 5-dən? Hə. Onda B-ni artıq götürür 10. C-nin 10-dan kiçik bir qiymətini daxil eləsə, burada bunu götürməyəsin. Yəni, burada əslində mən neçə dənə qiymət daxil eləsəm, neçə dənə deyəndə burada sayım verib də.
Nə olur? O orada daxil olunan qiymətlərdən ən böyüyünü seçir C-yə görə. C nə qədər böyük olsa, ən böyüyünü oradan seçir. İndi görək bu neçədən ədədin içərisindən seçir. Variantlardan onu anlayasıyıq. Deməli, girişə verilən ardıcıl. Ümumiyyətlə burada ardıcıl söhbəti yoxdur. Çünki orada C plus 1 yoxdur. Yəni biz C-ni ixtiyarı daxil edirik. Və burada indi C ən böyük, burada ən kiçikdir, ən kiçik deyil, ən böyükdür dedik. Deməli, B ilə C variantları arasında qaldıq. İndi burada 10 dənə ədədin, yoxsa 11 dənə ədədin içindən seçir bu qədər qiymət. Bir də ona baxaq. Deməli, A-mız sıfırdan başlayır, düzdürmü? A-mız sıfırdan başlayır və A kiçik bərabərdir 10 şərti var burada. Bu şərtə görə, deməli, baxın, təsəvvür edin ki, burada bir dənə C-ni daxil edir. A 0 olanda bir dənə C daxil edir. Məsələn, C1 deyək. A1 olanda C2. A3 olanda C3. Daha doğrusu 3 niyə oldu? A2 olanda C3. Və bu şəkildə A10 olanda C11 qiymətini daxil edir. Çünki fikir verin, 0-da 1, 1-də 2, 2-də 3, 10-da da 11 qiymətini daxil edir. Deməli, burada ixtiyarı 11 dənə ədəddən ən böyüyü çıxışa verilir. Sonra 33-də deyilir ki, bu parçada bu addımla qiymət alan x-ə əsasən bu funksiyasının hesabı, ancaq bu deyil. -3 3 parçasında h bərabər 0,2 addımla qiymət alan x-ə əsasən 3x kvadratı çıxılsın, 5x çıxılsın 2 funksiyasının hesablanması hansı növ algoritmə aiddir? 0,2 addım nə deməkdir? Yəni, məsələn, -3-ü götürür, sonra -3-dən 0,2 addım -2,98-dir. Sonra -2,96, belə-belə. Burada -3-dən 3-ə qədər çoxlu bir qiymətlər var da. Yəni, dövrü funksiyaya girəcək qədər çox qiymət var. Burada da düzdür, bu kvadrat tənlikdir, amma ki, yerinə qiymət qoyub funksiya hesablayır. Yəni, burada kvadrat tənliyi hesablamaq soruşulmur bizdə. Funksiyanı hesablamaq soruşulur. Ona görə də burada olur dövrəyi funksiya. 34-də nə deyilir? Belə bir deyir ki, verilmiş məsələnin həlli üçün hansı növ algoritmdən istifadə edilməlidir? X-də şərtlər varsa, bu budaqlanan algoritmdir. İxtiyari 100 ədəd arasından ən kiçiyinin tapılması. Bu da dövr algoritmidir. Ümumiyyətlə, say çoxdursa, 100, məsələn, 100 ədəddən ən kiçiyini tapır, 300 ədəddən ən böyüyünü tapır, nə bilim, 500 ədədin cəmini tapır. Belə şeylər dövr algoritmidir. Say çoxdursa. Çünki dövr eləməsək biz 10 dənə hesablayanda vaxt çox gedə bilər. 36. Y bərabərdir x-də bir funksiyasının qiymətinin tapılması hansı algoritm növünə aiddir? Bu artıq olası bir budaqlanan. Niyə? Çünki baxın, burada məxrəc sıfıra çevrilə bilir. X-in 0 qiymətində. Burada deməli biz şərt qoyasıyıq ki, belə bir şərt. X fərqlidirmi sıfırdan? Bu şərtə görə hə ya da yox deyəsiyik. Hə desək, deyəsiyik ki, funksiyanın qiyməti təyin olunmuyor. Çünki sıfıra bölünmək yoxdur. Yox desək də hesablayasıyıq ki, 1 bölü x. Belə, ona görə burada olur budaqlanan. X dəyişənin fərqli qiymətlərində bu ifadəsinin qiymətinin tapılması hansı algoritmə aiddir? Bu da eynən budaqlanana. Çünki x-in 5 qiymətində bu sıfıra çevrilir. Burada da şərtə yazasıyıq ki, x fərqlidirmi 5-dən? Yenə hə ya da yox deyəsiyik və hə desək bu funksiyanın qiyməti təyin olunmuyor. Yox da desək hesablayasıyıq. 38-də. Deyir ki, algoritmin fraqmentinin icrası nəticəsində S dəyişəninin son qiymətini müəyyən edin. Baxaq. Deməli, S0-da i1-dir. S-i hesablayır 1. Düzdürmü? S plus i. Aha, i oldu 3. 3 böyük bərabərdir 9-dan. Yox. Python sözünü daha bizdən S-i soruşur. Python sözünün sayını soruşmur. Burada 3 böyük bərabərdir 9-dan. Yox dedim. Gəldim, qayıtdım dövrə. S oldu S plus i. Yəni 4. Düzdürmü? 1 plus 3, 4. I də oldu 5. 5 böyük bərabərdir 9-dan. Yox, yenə gəldim dövrə. S oldu S plus i. S-im 4-dür, son qiymət. I də 5-dir. Bu oldu 9. Bura oldu 5 plus 2, 7. 7 böyük bərabərdir 9-dan. Deyirəm, yox. Gəlirəm, S olur 9 plus 7, 16. I də olur 9. Sonra 9 böyük bərabərdir 9-dan. Deyirəm, hə və S-i çap edirəm. S-imin son qiyməti 16-dır. 16-nı çap edirəm. 9, 4, 1, yoxdur. Ən sonuncu. Bu da olur A variant. 39-da nə deyilir?
Deyilir ki, algoritm fraqmentinin icrası nəticəsində y-in qiymətini müəyyən edək. X sıfırdır, y sıfırdır. Sıfır böyük bərabərdir sıfırdan. Deyirəm hə. Gəldik. X kiçik bərabərdir 4-dən. 0 kiçik bərabərdir 4-dən. Deyirəm hə. X oldu 3. 3 nə idi? 1. Sonra y bərabərdir 1 vurulsun 2-də 1. Bu oldu 2-də 1. Yəni 0,5. Gəlirəm. X-im oldu 1, y-im oldu 0,5. Biz böyük bərabərdir 0,5-də. Bunu yoxlayıram. Deyirəm hə. Sonra burada 1 kiçik bərabərdir 4-dən. Deyirəm hə. X oldu 1 plus 1. 2. Y oldu 2 vur 2'də 2. Bura 1 deməkdir. Bu da olur 2. X 2 böyük bərabərdir 2-dən. Buradan şərti yenə yoxlayıyorum. 2 böyük bərabərdir 2-dən. Deyirəm hə. 2 kiçik bərabərdir 4-dən. Deyirəm hə. X oldu 3. Y də oldu 3 vur 2'də 3. Bu da olur 3'də 9. Yox 2'də 9. O da olur 4,5. Düzdür mü? 4,5. İndi gəlirəm bura. X nədir? 3. 3 böyük bərabərdir 4,5-dən. Deyirəm yox. Bizdən y soruşur. Y-in də son qiyməti 4,5 aldım. Burada 2 də var. 0,5 də var. Amma ən sonuncusu 4,5'dir. Yəni olur A variantı. 40-cı sualda nə deyilir? Çox böyük bir sualdır. A10, B28. A10, B'də 28. Olarsa algoritmin icrası nəticəsində S dəyişəninin qiymətini müəyyən edin. Baxaq. Deməli, burada nə deyilir? 10 kiçik bərabərdir 28-dən. Deyirəm hə. Gəldim. 10 7'ye böləndə qalıq 0'dır mı? Yox. A-nı bir vahid. Ümumiyyətlə, burada A bir artır deyə ondan 28'e qədər bütün qiymətləri yoxlamaq məcburiyyətindəyik və ya da algoritm oxumağı bacarıb bizdən nə istədiyini axtara bilərik. Burada bu nə deməkdir? Yəni ki, A 7'ye tam bölünən bir ədəddir. Əgər A 7'ye tam bölünürsə, o zaman onu cəmləyirik həmin A-ları. S də 0'dır zaten. Deməli, A-nı bir artıranda, A məsələn 10, 11, 12, 13, 14, 28'e qədər bütün qiymətləri alır. Bu qiymətlər arasında 7'ye bölünəndə qalıq 0 olan hansıdır? 14'dür, 21'dir, 28'dir. Bu 3 dənəsi. Düzdür mü? 14, 21, 28 olanda fikir verin, yəni bu A 7'ye bölünəndə qalıq 0 olsa da olmasa da A bir vahid artır. Deməli, bunları mən toplamalıyam. Birincisini toplayasam 0 plus 14. Olur 14. Sonra 14 plus 21'i, sonra da 28'i. Bunların üçünü de toplayanda olur. Deməli, 14, 21, 28'i. 4 ilə 1, 5, 13, 1 yadda. 3, 5, 63. Deməli, burada oldu B variantı. Bunu təbii ki, vərəqdə dənə-dənə də yazmaq olar, amma orada hardasa bir 18-19 dənə proses gedəsidir. Yəni, ondansa belə oxumağı bacarmaq lazımdır. 41'də görək nə deyir. Bu da elə ondandır. Deyir ki, N'in ilkin qiyməti 32'dir. S dəyişəni hansı qiyməti alır? Baxın, 32 50'dən kiçikdirmi? Hə. Deməli, mən 32'dən 49'a qədər bütün qiymətləri, 49'a daxil olmaqla bütün qiymətləri orada yoxlamalıyım. Və 5'ə bölünəndə qalıqda 0 alınır. 32 ilə 49 arasında 5'ə bölünəndə qalıqda 0 alınan 35'dir, 40'dır, 45'dir. Bunları da toplayanda, toplamağımızı istəyirdim. Hə, bir də, yox, əslində burada 5-5 artır. Burada necədir də, yəni vəziyyət? Deməli, 32, 33, 34, 35'e çatandan sonra artıq belə gedir. Burada mən onu oxumadım, düzü. Baxın, ədədlər belə gedir. 32'ni yoxlayır, yox deyir. Sonra 33 olur, yox deyir. 34 olur, 35'də hə deyir. Ondan sonra 40, 45. Bunları yoxlayır. 50'də də yox deyir, S-ni çapa verir. Deməli, burada 35, 40, 45'i də toplayanda olasıdır 120. Yəni C variantı. Yenə də əslində eyni şeydir, 35, 40, 45 topluyoruz. Sadəcə 32'dən 49'a qədər bütün qiymətlərə baxılmır. Burada 1, 2, 3, 4, 5, 6 dənə
dövr gedir. Yəni biz bunu yazası olsaq 6 dəfə dövr gedəsin. Dənə yazası olsaq. 42-də görək nə deyir? Deyir ki, tək ədədlərin hasilinin hesablanması üçün blok sxemində sual işarəsinin yerində hansı şərt olmalıdır? Deməli, 1, 3, 5, 49'a qədər. Burada deməli P1'dir. 1 vurulsun, enimiz də bura gələndə 1 olur. 1. Sonra bunu burada toplayır. N olur 3. Sonra 3. N5 olan da 5. Bu şəkildə. Burada bir iş var ki, N 49'a bərabər hər halda götürə bilmərik. Böyüyü də götürə bilmərik. Düzdür, böyükləri götürə bilmərik. Çünki N 49'dan böyükdürsə, mən necə 49'dan kiçik ədədləri orada vurmalıyam ki? A-dan B-də qaldıq. Deməli, N 49'dan kiçik bərabər olsa, burada mən N-i, məsələn, 49 alanda, yoxsa 49 alasayım da ben. Burada 49 kiçik bərabərdir. 49 sualına hə deyib, N-in 51 cavabı da burada hasilə daxil olur. Amma mən kiçik bərabər götürməyib kiçik götürsəm, buna yox deyəsiyəm və 51'i daxil edəməyəsiyəm. Elə zaten bizim buradakı bizdən tələb olunan hasildə də 51 yoxdur. 49'a qədər də ona görə də B cavabı daha doğru cavabdır. 43'də. Deyir ki, algoritmin icrası nəticəsində X, Y, Z, N dəyişənlərinin son qiymətlərini müəyyən edin. Deməli, X-i 5 verir, Y-i 8 verir. Z olur neçə? 13, düzdür? 5 ilə 8'i topladım. Sonra Y, burada 8 55'dən böyük bərabər. Y 8'dir da? Yox. Gəldim, N oldu 3, X oldu 15, Y də oldu, neçə idi? 8 idi, 2'ye vuranda 16. Sonra qaydıram bura. Z oldu X plus Y. Yəni, deməli, burada silə-silə yazaq. X plus Y olur 31. Y, yəni 16 böyükdür 55'dən, böyük bərabərdir. Deyirəm, yox. N oldu, neçə? Deməli, bayaq 3 idi, 6. X oldu 45. Y də oldu 32. 32 böyük bərabərdir 55'dən. Deyirəm, yox. Z'in buradakı qiymətini də tapaq. Bu da olasıdır 77. 32 böyük bərabərdir 55'dən. Deyirəm, yox. N oldu 9. X oldu 135. 3'e vuranda 45'i. Bu da 64. Sonra Z'in qiyməti də oldu 64. 135 olur 199. 64 böyük bərabərdir 55'dən. Deyirəm, hə. Gəldim, X-imin qiyməti oldu 135. Y-in qiyməti 64. Z-in qiyməti 199. N də 9. 135, 64, 199, 9. Bu da oldu Y variantı. 44'də nə deyir? Deyir ki, X və Y dəyişənlərinin qiymətlərini müəyyən edin. Hə. X 10'dur, Y də 15'dir. Düzdür mü? Deməli, X 10'dur, Y də 15'dir. Burada X nədir? 10. 10 kiçikdirmi 16'dan? Deyirəm, hə. 10 böyükdürmü 15'dən? Deyirəm, yox. Gəldim bura. X oldu 15. Y də oldu 12. Sonra bir də deməli, bir də buradan dövrə qayıdım. 15 kiçikdirmi 16'dan? Deyirəm, hə. 15 böyükdürmü 12'dən? Deyirəm, hə. X-in qiymətlərini qoyanda. X olur 13, Y olur 16. Bir də dövrə gedirəm. 13 kiçikdirmi 16'dan? Deyirəm, hə. 13 böyükdürmü 16'dan? Deyirəm, yox. X oldu 13 plus 5, 18. Y də oldu 16 minus 3, 13. Bir də gəlirəm. 18 kiçikdirmi 16'dan? Deyirəm, yox. Dövrdən çıxdım. Bizdən X, Y-in qiymətini soruşuldu. X-in son qiyməti oldu 18, Y də oldu 13. Bu da olur D variantı. Sadəcə belə şifahi dedim, çətin gəlmiş ola bilər. Bunu yaza-yaza da eləmək olar. Sadəcə bu yəni asandır, 2-3 dövrdür deyə şifahi də eləmək olur. 45. Deməli, istifadəçinin kalkulatoru 2 əmri yerinə yetirə bilir. 2'yə vurma,
və 2 vahid artırma. 7 ədədi üçün istifadəçi bu əmrlər artıcılığını yerinə yetirərsə alınacaq nəticəni müəyyən edin. Deməli, 7-ni götürürəm. 1 nədir? 2-yə vurur. Aldım 14. 14 alıram. Yenə 2. 2 vahid artırır. 16. Sonra 1 də 2. 16-nın da 2 vahid. Yəni son qiymət artırıcıdır. Sonra 1 də 1. 18-i 1 də 2-yə vururam. 36. Sonra 1 də 1. 36-nı da 2-yə vururam. 72. Sonra 2. 72-ni də 2 vahid artırıram. Alıram 74. Bu da oldu 45'də B variantı. 46'ya baxaq. İşte buraları təmizləyim. Sonra oxuyaq ki, görək bizdən nə istəyir. Deyir ki, girişə n 3 rəqəmli ədədi daxil edilir. Aşağıdakı addımlar əsasən bu ədəddən yeni ədəd yaranır. İlkin ədəd birinci və ikinci, eləcə də ikinci və üçüncü rəqəmlər cəmlənir. Alınan 2 cəm yanaşı yazılaraq azalan sıra ilə yazılır. Məsələn, girişə 324 ədədi verilibsə, 3 ilə 2 cəmlənir 5, 2 ilə 4 cəmlənir 6 və azalan sıra ilə yazıldı 65. Nəticədə alınan ədəd 13-10 şəklindədirsə, n ədədinin ən kiçik qiymətinin rəqəmləri cəmini tapın. Deməli, təsəvvür edin ki, bu ədədin belədir. A, B, C. Üstündə xətt olanda bilirik ki, bu 3 rəqəmli ədəd ifadə edilir. A plus B və B plus C cəmlənir və 13-10 alınır. İndi ən kiçiyi deyilirdi ya, deməli A plus B 10'dur, B plus C 13'dür. İndi mən A-nı 1 götürsəm, B-ni 9 götürsəm, ən kiçik olmağına görə. B burada da 9 olasıdır, eyni B daxil. C olasıdır neçə? 4. 1'in üstünə 9 gəlirəm 10, 9'un üstünə 4 gəlirəm 13. Deməli, ABC ədədim oldu 1, 9, 4 formasında. Bu ədədin deyir, ən kiçiyini tapdım. Bunun deyir, rəqəmlərin cəmi. 1 üstə gəl, 9 üstə gəl, 4. Bu da olur 14. Yəni, B variantı. 47'də nə deyilir? Deyilir ki, algoritmə girişinə ardıcıl olaraq 59 və 44 ədədləri verilərsə, çıxışda alınan nəticəni müəyyən edin. 59 və 44. Deməli, A 59'dur, B 44'dür. Bir dəqiqə. Hə. İndi, 59 böyükdürmü 44'dən? Deyirəm, hə. 59 böyükdürmü 44'dən? Deyirəm, hə. A olur 59 vur 3, yəni 177. Səhv vurmadımsa. B də olur 17'yə bölünməsindən alınan qalır 10. Y də olur bunların cəmi 187, 177 üstə gəl 10, 187. Mən A və B-nin son qiymətlərini cəmlədik. 187'ni də 8'ə böləndə, tam böləndə, 18'də 2 dəfə, 27'də də 3 dəfə. Deməli oldu 23. Bizdən də Y-ni soruşur. Bu da oldu 23. Y variantı. 48'də nə deyilir? Algoritmin nəticəsini müəyyən edin. Hə, bizdən nəticəni soruşur. Deməli, baxaq. Burada I7'dir, S 0'dır, F-də 1'dir. I kiçikdirmi 20'dən? Yəni 7 kiçikdirmi 20'dən? Deyirəm, hə. Hə. F olur 1 vur 2, 2. I də olur 10. Sonra bir də qaydıram. 10 kiçikdirmi 20'dən? Deyirəm, hə. F olur 4, I də olur 13. 13 kiçikdirmi 20'dən? Deyirəm, hə. F olur 8, I olur 16. 16 kiçikdirmi 20'dən? Deyirəm, hə. F oldu 16, I də oldu 19. Burada yazım. 19 kiçikdirmi 20'dən? Deyirəm, hə. I oldu 32. I nə idi? F oldu 32. I də oldu 22. 22 kiçikdirmi 20'dən? Deyirəm, yox. İlk gəldim bura. İ'min son qiyməti 22'dir, F'in 32'dir. Və belə. İndi F böyükdürmü 0'dan? F 32 idi. 32 böyükdürmü 0'dan? Deyirəm, hə. D oldu. F'in 5'ə bölünməsindən qalıq. Yəni 2. F'i də 5'ə böləndə tam hissə oldu 6. S oldu S plus D. S'im 0 idi. D'im də 2 idi.
Oldu 2. Sonra gəldik burada f neçə aldım? F 6. 6 böyükdürmü 0-dan? Deyirəm, hə. D oldu burada 6'nın 5'e bölünməsindən qalıq 1. 6'nın 5'e bölünməsindən tam hissə 1. Deməli, burada artıq 2'nin üstünə 1 gəlirəm. S plus D daxil oldu 3. Sonra D, F'i yenə 1 aldım. Sonra bu F buradadır, hə. 1 böyükdürmü 0-dan? Deyirəm, hə. D olur 1'in 5'e bölünməsindən qalıq 1 yenə. 1'in 5'e bölünməsindən tam hissə oldu 0. Yenə burada D1 olduğuna görə üstünə gəlirəm 1, bu da olur 4. Sonra F'i 0 aldım. 0 0'dan böyükdürmü? Yox. S'i çap edirəm. S'min də son qiyməti oldu 4. Yəni C variantı. 48, 49 baxaq. 49'da nə deyir? Algoritmin nəticəsini müəyyən edin. Deməli, burada baxaq. I nədir? 2'dir. I 7 artır. Səbirlə yazmalıyıq. Deməli, 2 çiftdirmi 27'dən 2 bərabərdir. Deyirəm, hə. F oldu 3, I də oldu 9. 9 çift bərabərdir 27'dən. Deyirəm, hə. F oldu 9, I də oldu 7 gəlirəm də üstünə 16. 16 çift bərabərdir 27'dən. Deyirəm, hə. F oldu 27, I də oldu 25. 25 çift bərabərdir 27 deyirəm, hə. F oldu 81, I də oldu 32. 32 də çift bərabər 27 yox deyirəm. Gəldim bura. F neçə idi? 81. 81 böyükdürmü 0-dan? Buradan yazaq. Böyükdürmü 0-dan? Deyirəm, hə. D olur neçə? 1. 81'in 8'e bölünməsindən qalıq olur 1. Tam hissədə olur 10. S olur, S vur D. S'in 1'dir, D'im də oldu 1. Oldu 1. 1'i 1'e vurdum. Sonra F 10'dur. 10 böyükdürmü 0-dan? Deyirəm, hə. 10'un 8'e bölünməsindən qalıq 2'dir. 10'un 8'e bölünməsindən tam hissədə 1'dir. İndi burada yenə S'i vurmalıyam D'ye. D'im 2'dir. Aldım 2. Sonra F'i aldım 1. 1 böyükdürmü 0-dan? Deyirəm, hə. 1'in 8'e bölünməsindən qalıq. Neçədir? 1'dir. 1'in 8'e bölünməsindən tam hissədə 0'dır. Yine burada da aldığım 2'ni D'in 1 daha 1'e vururam, alıram 2. F da alındı 0. 0 böyükdürmü 0'dan? Deyirəm, yox. S'i çap edirəm. S'in də aldıysam qiyməti burada 2, C variantı. 50-ci sualdan deyir ki, algoritmin icrası nəticəsində A və B dəyişənlərinin müvafiq olaraq 40 və 52 qiyməti alması üçün bu dəyişənlərin ilkin qiymətini müəyyən edin. Deməli, burada nə edirəm? 40 və 52. Baxın, burada B'nin son qiyməti 52'dir. Deməli, bu 52'dir. Bu da 40'dır. Onda bu B olur 12. Bu B hansı B'dir? Bu da buradakı B'dir. Deməli, bura 12'dir. Bura 12'dirsə, A olur neçə? Bu A da 40'dır. Deməli, bu A olur 4. 3 vur 12, 36. 40'dan 36 çıxanda bura oldu 4. Bu B'də 12'dir. Onda bu B olur 7. Deməli, 7 və 4. İlkin qiymətlər 4 ilə 7'nin cəmi də olur 11. B variantı. 51-ci sualda deyir ki, algoritmin icrası nəticəsində A və B dəyişənlərinin müvafiq olaraq 2 və 4 qiymətini alması üçün bu dəyişənlərin ala biləcəyi ən böyük ilkin natural qiymətlərin hasilini müəyyən edin. Deməli, sonda 2 və 4. Deməli, B alıb burada neçə? 4. 4 bərabərdir B'nin 5'e bölünməsindən tam hissə. A da A neçədir deyir? 2'dir. 2 də bərabərdir A'nın 7'ye bölünməsindən tam hissə. Deməli, burada ən böyük deyirsə, baxın, burada A ola bilər nə? Məsələn, 14 ola bilər. Düzdürmü? Amma 15 ola bilər. 16 da ola bilər. Ta 20'ye qədər, 21'e qədər daha doğrusu, 21 olamaz. 20'ye qədər bütün qiymətlər ola bilər. B də burada 20 ola bilər, amma 21 də ola bilər. Deməli, 24'e qədər bu da bütün qiymətlər ala bilər. Ən böyük deyir, burada ən böyük 20'dir, burada ən böyük 24'dür.
20 ilə 24-ün hasılı da olasıdır. 480. Yəni D variantı. 52-də deyilir ki, istifadəçinin kalkulatoru 2 əmri yerinə yetirə bilir. 2 vahid artırmaq, 2-yə vurmaq. Deməli 5-i götürürəm. 5 qiyməti üçün. 1 nədir? 2 vahid artırmaq. Aldım 7. Sonra 2, 2-yə vurmaq. 7-ni 2-yə vurdum 14. Sonra 1 də 2. 14-ü 2-yə vurdum 28. Sonra 1. 28'i 2 vahid artırdım 30. Sonra 1 de 1. 32 vahid artırdım 32. Sonra 1 de 2. 32'ni de 2'ye vurdum 64. Deməli 52 de oldu 64 bir variant. Sadece burada nedir? Bu 1 2 1 2. Bu 1 bu 1'dir. Buradaki 2'ler de bu 2'dir. Yani bunun nömrəsi də əslində. Çox adam məsələn elə bilir ki, burada 2 bu 2'dir ya da bu 2'dənsə belə qarışdırır. Yox, nömrəsidir. Birinci məsələn 1 eləyirik. 1 nədir? 2 vahid artırdım. Artırdım. Sonra 2 gəlir. 2'yə vurmaq. Vurdum. Və yaxud da belə də yaza bilərsiniz. Məsələn 5 ədədini götürdüm. 1 2 2. 1 2 2. Deməli 1 2 2. 1 1 1 2 1 1 2. Hə, burada 1 2 vahid artırmaqdır. 7 oldu. 7'ni 2'ye vurdum. 14 oldu. 14 2'ye vurdum. 28 oldu. Bu şəkildə də belə uyğunlaşdırıb yazmaq olar. Sonra 52, 53. 53 də yine bayaqçından da deyir ki 53'də. Algoritm girişə verilmiş en 3 rəqəmli ədədini aşağıdakı addımlarla yeni ədədə çevirir. Deməli, ilkin ədədin birinci və ikinci ya da ikinci və üçüncü rəqəmləri cəmlənir. Alınan cəm yanlış olaraq artan sırayla yazılır. Burada nümunədə göstərdi. 324 verilib sizə 3 ilə 2-ni cəmləyir 5, 2 ilə 4-ü cəmləyir 6 və 56 şeklində yazır. Ən böyük. Hə, bu bayaqçından da əslində eynisini, sadəcə burada ən böyüyünü soruşur. Deməli, yenə A, B, C ədədini götürürəm. A plus B və B plus C cəmi 10, 13 olur. Ən böyük dediyinə görə A plus B-ni 13 götürürəm. B plus C-ni 10 götürürəm. Çünki bir ədədin ən böyük olması üçün onun birinci rəqəmi ən böyük olmalıdır. Birinci rəqəmi də A-dır. A-nın ən böyük olan qiyməti 9'dur, B də 4'dür. B 4'dürsə C olur 6. Yəni mən 946 deyə bilərəm buna. Bunun rəqəmlərinin cəmi də 19 olur. Yəni C variantı. 54'də. Deyir ki, X və Y-ni son nəticəsini müəyyən edin. Deməli, X-i 5, Y-i 10 verib. Y 10 kiçik bərabərdirmi ondan? Deyirəm, hə. X 5 kiçik bərabərdirmi ondan? Deyirəm, hə. X oldu 5, Y də oldu 15. Gəldim dövrə. Burada artıq bunu eləmişik. Demək, Y nədir? 15. 15 kiçik bərabərdirmi ondan? Deyirəm, yox. Və burada X, Y çap edəsəm, X'in 5, Y-in 15 şəklində çap olunur. Yəni, burada da olur. 54'də. Y variantı olmalıdır, amma olmur. Bir dəqiqə, mən niyə belə elədim? Burada, bu hissədə, baxın, burada. X 5 idi, 5 bərabərdim ondan. Hə deyəsi yox deyib bura gəlmişəm. Hə deyib əslində, hə deyib yox eləmişəm, belə deyək. X olur onda 6, Y də olur 9. Düzdürmü? 6, 9. İndi gəldik buradan. Deməli, 6, Y nə 9. 9 çift bərabərdim ondan. Deyirəm, hə. Burada olur 6 çift bərabərdim 9'dan. Da bu yox. Deyirəm, hə. Gəldim yenə. X-im oldu 7, Y-im oldu 8. Yəni 7 çift bərabər 8 çift bərabərdirmi ondan Y. Deyirəm, hə. 7 çift bərabərmi 8'dən, hə. X-im oldu 8, Y-im oldu 7. 7 çift bərabərdirmi ondan, hə. 8 çift bərabərdirmi 7'dən, yox. Burada gəldim X-ə aldım 3, Y-ə aldım 12. Buradan gəldim, Y 12'dir. 12 çift bərabərdim ondan. Deyirəm, yox. 4'dən çıxdım. X aldım 3, Y aldım 12. Bu da olur B variantı. 54, 55.
55'də deyilir ki, x və y dəyişənlərinin qiymətlərini müəyyən edin. X 15'dir, y 35'dir. 15 kiçikdirmi 30'dan? Deyirəm, hə. Gəldim bura. 15 böyükdürmü 35'dən? Yox. X-im oldu 25, y-im oldu 25. Düz hesabladımsa. Aha. Buradan gəlirəm. 25 kiçikdirmi 30'dan? Deyirəm, hə. Bu üstəkini artıq baxmırıq. 25 böyük bərabərmi 25'dən? Deyirəm, hə. X-im oldu 20, y-im oldu 30. Bir də gəlirəm. X 20'dir. 20 kiçikdirmi 30'dan? Deyirəm, hə. 20 böyük bərabərmi 30'dan? Deyirəm, yox. X'im oldu 20, 30, y de oldu 20. X oldu 30. 30 kiçikdirmi 30'dan? Deyirəm, yox. X 30, y 20. Bu da oldu D variantı. 56-cı suala baxaq. Nə deyir burada? Təyinatını müəyyən edin. Hə, deməli, yenə özümüzdən qiymət verək. 4 qiymət qoyuram. Yenə bayaqda 4 qoymuşdum. Deməli, A nədir? 1'dir. Burada baxıram. Deməli, 4 qoydum. 1 kiçik bərabərdirmi 4'dən? Deyirəm, hə. B bərabərdir. 1 vur 1. Və A da 1'dir, B də 1'dir. Sonra A oldu 2. 2 kiçik bərabərdirmi 4'dən? Deyirəm, hə. B olur 1 vur 2. Sonra A oldu 3. 3 kiçik bərabərmi 4'dən? Deyirəm, hə. B oldu 1 vur 2 vur 3. A oldu neçə? 3 idi, 4 oldu. 4 kiçik bərabərmi 4'dən? Deyirəm, hə. Hə. B də oldu 1 vur 2 vur 3 vur 4. A da oldu 5. 5 də kiçik bərabərmi 4'dən? Deyirəm, yox. Dayandım. Deməli, burada mən n-i 4 götürmüşdüm. Və B'də tapdım. B'ni çapılıyor da bu. 1 vur 2 vur 3 vur 4. Yəni 4 götürmüşdüm. 4 faktoriyalı tapdım. N götürsəm n faktoriyalı tapasıyam. Onda bu da olur A variantı. Sonra 57'də demək bu tiplərdə ümumiyyətlə nə deyirdir ki, n materialları üçün algoritm icrasından sonra hansı ifadenin qiyməti hesablanır? Bu tipli tapşırıqlarda variantları çıxdaş etmək üsulu bəzən çox yaxşı işə yarayır. Deməli, necə? Baxıram ki, burada mənfi söhbəti var. Bir də mənfi var və i-də 2 minus 1 dən kiçik bərabər götürülür. Və mənfi olduğuna görə, yəni ki, K bir dəfə mənfi olasıdır, bir dəfə müsbət olasıdır. Ona görə də burada 2 dənə, məsələn, bütün hallarda müsbət olanları silirəm və məxrəcə baxım. Burada bir də nə var? Baxıram. Məxrəcdə K böl I var. Məxrəclərin hamısını düz yazıblar. Deməli, mənfi 1 üstündə, mənfi 1 üstündə. Birinci mənim burada I nədir? S 0'dır, I 1'dir. Burada olur 0 plus 1 böl 1. Yəni 1. Əslində S-in birinci 1 qiyməti ilə başlayır burada. Mənfi 1 ilə yox. Onda qaldım Y və B arasında. İndi məxrəc 3'dürmü? 2'dir, ona baxaq. I birinci 1'dir, sonra 2 vahid artıq olur 3. Yəni I əslində tək qiymətlərlə gedir. Ona görə burada olasıdır Y variantı. Məxrəc bu şəkildə. Çünki dediyim kimi i əvvəl 1 idi, sonra 2 vahid artıq 3 olasıdır, sonra 2 vahid artıq 5 olasıdır və bu da məxrəclərə yazılasıdır. Y variantındakı kimi. 58. Burada deyilir ki, verilmiş algoritmin yerinə yetirilməsi nəticəsində B dəyişəni 39 qiymətini aldı. Deməli, bu alıb 39 qiymətini. B-nin ilkin buradakı qiymətini tapın. Deməli, B 39'dur. Baxın, belə bir şey deyir. B, bu A, bu A. Buradakı A'dır. Düzdür. Bu A'nın yerinə yazıram. Bu A'nın yerinə bunu yazıram. Deməli, 16 plus B minus A. Plus bu B bərabər 39'a. Sonra, ama iş orasıdır ki, bu B'lər ikisi də eyni B'dir. Burada problem yoxdur. Buradan gələn B ikisidir. İndi bunu toplayanda olur 2B minus A bərabərdir 23'ə. Bu B nədir? A plus 8'dir. Deməli, mən bura 2 vur A plus 8 minus A nədir? A da A olsun. Elə dursun. Bu A zaten eyni A'dır. Oldu 23. İndi
Buranı açsam 2a plus 16 minus a bərabərdir 23'e. A da bərabərdir 7'ye. A 7'dir. Bu A burada 7'dirsə B də olasıdır 4. 4 plus 3. Bizdən B'nin ilkin qiymətini soruşur. O da olur 4D variantı. İndi 59'da deyilir ki, sual işarələrini yerinə düzgün doldurmaqla daxil edilən ixtiyari ədədlərin ədədi ortasını tapan algoritmi blok sxemini tamamlayın. Yenə dediyim kimi bu tiplilerde çıxdış elmi üsulu bəzən çox şey yarayır. İndi baxın T burada cəmləyir, S də sayır. Düzdürmü? Yəni ədədi orta nə deməkdir? Cəmin saya bölünməsi. Burada bu saymalıdır ki, biz soranı tapalım. Burada da T'ni mən S-ə bölməliyəm. A-nı tapanda. Deməli, T'ni S-ə bölmək burada var. Başka da hiçbir şey de, hiçbir yerde yoktur zaten. Cevap D variantıdır. Burada T'ni A'ya bölmek var. A'nı T'ye bölmek var. Yok. T'ni S'e bölmek sadece D variantındadır. Burada da x sıfıra bərabərdir. Bir dəqiqə. Ona baxaq. X'in sıfırdan bərabər fərqli olar. Deyir ki, dövrdən çıxış sıfır daxil edilənlə baş verir. Yəni ki, x'ə mən burada sıfır deməliyəm ki, buna mən yox cavabı verim. Daha doğrusu hə cavabı verim və dövrdən çıxım ədəd ortamı tapım. Ona görə olur burada D variantı. 60-cı sualda nə deyilir? Deyilir ki, A 3'dür, B 9'dur. Sonda. Deməli, B 9'dursa, burada olur 9 bərabərdir 3 plus B. Bu B oldu 6. Düzdür mü? Bu B buradakı B'dir. Bu 6'dır. A da 3'dür. Bunlar eyni adı. Bu A-na bu A eynidir. Deməli, buradakı B olur neçə? 6 bərabər 3 olur. B böl 2. B olası da burada 4. Düzdür. Bu B 4 oldu. Bu B də, bu B'dir. Bu da 4'dür. A neçəydi? A neçəydi? A 3 idi. 3. Deməli, 3 bərabər A böl 2 minus 4. A da oldu 14. Deməli, A oldu 14. B'nin son qiyməti də oldu 4. Bu da olur B variantı. Yani 60. sualda da oldu cevabımız B variantı.